Salam əziz dostlar və dəyərli izləyicilər. Əgər sizin leveliniz çox aşağıdırsa və hətta A1 üzərindədirsə, A1 leveldirsə, dil öyrənməyə nə hərflərdən, nə bilim, nə də hər hansı bir qrammatik kitabdan başlamayın. Bu çox mənasız bir sistemdir. Cümlə strukturasını öyrənin, kiçik cümlələrin strukturasını. Məsələn, çalışın ki, A1 səviyyədə olsanız belə sözləri cümlədə işlədərək öyrənin və kontekst daxilində öyrənin. Kontekst daxilində niyə görə öyrənə bilərsiniz? Bunu ChatGPT vasitəsilə. Məsələn, deyək ki, burada enjoy feilidir, nədənsə zövq almaq feilidir. Burada səhv gedib. Deməli, biz bunu düzəldək. Nədənsə zövq almalıdır. Məsələn, mən dənizdə üzməkdən zövq alıram. Bu nə deməkdir? Sadə bir cümlədir. Siz, məsələn, artıq cümlə strukturalarının müəyyən bir hissəsini öyrənirsiniz və başlayırsınız onu cümlədə istifadə etməyə. Amma durub siz A, B, C, D, E, F, G formatlı cümlələr, nə bilim, hərfləri öyrənsəniz və yaxud da nə bilim, qrammatika, to be feili buradan gəldi. İnandırın sizi, dildə həvəsiniz olacaq. Amma siz artıq, məsələn, I enjoy feilini bilirsiniz və bunun ardına cümlələr qoşa bilərsiniz. Məsəl üçün, mən mahnıya qulaq asmaqdan həzz alıram. Məsələn, burada artıq cümlə hazırdır da, düzümü. Məsələn, ardına bir şey gətirirsiniz, məsələn, listen feilini və daha sonra da digər sözü qoşa bilərsiniz. Və yaxud da mən film izləməkdən həzz alıram. Məsələn, yenə də I enjoy. Burada məni dəyişə bilərsiniz. Məsələn, insanlar da verə bilərsiniz. Məsəl üçün. Məsələn, insanlar nədənsə həzz alır. Məsələn, cümlə başlığını bildiniz, avtomatik olaraq sizə nə edir bu? Hazır kömək edir ki, siz avtomatik olaraq cümlələr yaradırsınız. Bu dil öyrənmədə başlanğıcda ən çox lazım olan strukturlardan biridir. Çox sağ olun.